Salam, hər vaxtınız xeyir olsun hörmətli konfrans iştirakçıları. Yeni bir konfransla yenə sizlərlə bərabərik. Bugünkü konfransımızın mövzusu Azərbaycan-Özbəkistan ədəbi körpüsü, Nizami Gəncəvinin 885 və Əlişir Navainin 585-ci doğum yubiley illərinə həsr olunmuşdu konfransımız və bir-birindən dəyərli hocalarımızın, səfirlərimizin, alimlərimizin bu mövzuda təqdimatları olacaq. Sözü qonaqlarımıza verməzdən əvvəl posterdə də qeyd etdiyimiz kimi konfransımız Gəncə şəhidlərinin xatirəsinədir. Ümumiyyətlə bu konfransları artıq 6-cı ildir ki, hər həftə sonu davamlı olaraq edirik və konfranslarımız şəhidlərimizin xatirəsinə olur. Nizami Gəncəvidən dolayı olaraq bu konfransımızda Gəncə şəhidlərinin xatirəsinə həsr olunmuşdu. İstərdim ilk öncə Cəmaləddin Özdəmir hocamızın Gəncə səfərindən və bununla yanaşı Gəncə şəhidlər xiyabanını, Gəncə şəhidlərinin görüşü ilə bağlı 3 dəqiqəlik videonu sizlərə təqdim edim. Daha sonra sözü qonaqlarımıza verəcəm. Gəncədən gəlirəm, yüküm xurmadır. Gəncənin yolları burmadır. Gəncədən gəlirəm, yüküm xurmadır. Gəncənin yolları burmadır. Gəncədə bir qız var, teli durnadır. Günəşə sən çıxma, mən çıxım deyir. Gəncədə bir qız var, teli durnadır. Günəşə sən çıxma, mən çıxım deyir. Ay deyir, vay deyir. Günəşə sən çıxma, mən çıxım. Və indi isə ilk olaraq sözü Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Hüseyn müəllim Quliyeva vermək istəyirəm. Buyurun Hüseyn müəllim, söz sizdədir. Bu adırları göstərdiniz. Mən ilk öncə onu demək istəyirəm ki, burada biz bu 25 fevralda şeyi də keçirdik. Xocalı həsr olunmuş günləri keçirdik. Özbək qardaşlarımız hər zaman bizim yanımızda oldular. Ondan mütləq qeyd eləməliyəm. Bütün müharibə vaxtı ondan öncə bizim torpaqlarımızı azad edildiyimiz zamanlarda hər zaman yanımızda olub, hər zaman da dəstəklərini görmüşük. Özlərinə çox yaxın qəbul eləmişlər bunları. Mən o yüzden çox vaxtsız almaq istəmirəm. Amma bunları keçirmişik, bir də Allah rəhmət eləsin şimdi şehitlərimizə. Biz onları heç vaxt unutmayacağıq, unutmarıq da.
İndi mətləbə keçərkən, hörmətli alimlərimiz, hanımlar və cənablar, sizinlə görüşüb sizin yanınızda danışmaq, çıxış eləmək, mən özümə bir fəxr bilirəm, qürur sayırım özümə. Bugün iki böyük dahilərin ad gündür. Yəni, bugün biz böyük məmnunluq və qürur hissi ilə 2026-cı ildə yubileyləri qeyd olunan iki qüdrətli söz ustalarının, yəni Nizami Gəncəvi və Əlişər Nəvainin zəngin ədəbi irsindən bəhs edəcəyik və onun üçün bir araya gəlmişik. Onların yaradıcılığı yalnız mənsub olduqları xalqların deyil, bütün şərq və dünya ədəbiyyatının inkişafında mühüm mərhələ təşkil edir. Nizami Gəncəvi bildiyiniz ki, 12-ci əsrdə qədim Gəncə şəhərində yaşayıb, yaradıb, dahi mütəfəkkir, şair və filosofdur. Onun zəngin ədəbi irsi Özbəkistanda çox məlumdur və hər zaman yad edilir. Və onun adı müxtəlif mədəni tədbirlərdə, konferanslarda həmişə çəkilir. Nizami Gəncəvinin adı Özbəkistanda böyük ehtiramla bədləşdirilmişdir. Xüsusilə Daşkənd şəhərində fəaliyyət göstərən Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti dahi şəhərin adını daşıyır və onun zəngin ədəbi fəlsəfi irsinin öyrənilməsinə tövhə verir. Bu fakt Nizaminin yaradıcılığının Özbəkistanda böyük, yüksək qiymətləndirdiyini göstərir və göstərməkdədir. Əlişər Nəvai isə bildiyiniz ki, mən sizə bunların hamısını yəni ancaq salamlamaq üçün bunu deyirəm. Çünki siz bu alimsiniz, bunlar məndən çox qat-qat çox yaxşı bilirsiniz. 15-ci əsrdə yaşamış türk ədəbi dilinin formalaşmasında və inkişafında müstəsna xidmətləri olmuş böyük bir söz ustasıdır. Təəssüf deyil ki, Azərbaycan xalqı Nəvainin irsində dərin ehtiramını ifadə etmişdir. İndi bir faktı deməliyəm ki, bilirsiniz ki, Özbəkistanda o yoxdur, o bu günah deyil. Amma Azərbaycanda çoxdan hələ keçmiş vaxtlardan Nəvai şəhəri yaranmışdır. Şəhərinin adını Nəvai verilmişdir və o indiyə qədər də, yəni o şəkildə də indiyə qədər bu böyük mütəffiqin adını daşımaqdadır. Bu fakt bir daha sübut edir ki, Əlişər Nəvai irsi Azərbaycan cəmiyyətində yalnız tarixdə qalmış əbədi hadisə deyil, canlı mənəvi yaddaşın tərkib hissəsidir. Bu ad həm ortaq olaraq Türk mədəniyyətinə bağlılığımızı, həm də klassik söz sənətinə ehtiramımızın ifadəsidir, ifadə edir. Nəvai Nizaminin sənətkarlığının və mənəvi əxlaqi ideallarının örnək göstərərək onun yolunu davam etdirməyə özünə şərəf saydığını ifadə etmişdir və bunu hamınız bilirsiniz. Və Nizami Gəncəvini özünə müəllim olaraq sayırdı. Onu da ifadə etmişdir, bu da bəllidir burada. Onu hər zaman bizim buradakı Özbəkistandakı dostlarımız, qardaşlarımız bu söz ustaları haqqında, bu dahi şairlər haqqında danışanda onu mütləq qeyd edirlər. Bu da bizim fəxrimizdir. Hesab edirəm ki, bugün keçirilən tədbir klassik irsimizin daha dərindən araşdırılmasına, elm əməkdaşlığının genişlənməsinə mühüm töhfə verəcəkdir. Bizim vəzifəmiz isə bu zəngin və irsi qorumaqla yanaşı onun müasir dünyaya layiqincə təqdim etməkdir. Sonunda bir daha qeyd etmək istərdim ki, Nizami Gəncəvi və Əlişər Nəvai kimi dahilərin yubileylərinin qeyd olunması təkcə ədəbi hadisə deyil, həm də tarixi yaddaşın və mənəvi həmrəyliyin təntənəsidir. Mən sizə can sağlığı arzulayacağım. Siz bu iki dahinin haqqında daha da çox bilirsiniz və nə qədər bunu genişləndirsəz bu bilgiləri və bizə çatdırsanız, biz sizə o qədər də minnətdar olacağıq. Bu bizim
borcumuzdur. Sizə sağ ol deyib, can sağlığı arzu edib və bu apardığınız konferansda sizə başarılar dilərim və sizin də diqqətinizə görə sizə minnətdarlığımı bildirmək istəyirəm. Sağ olun. Yarınki səhər Anar müəllimin bir proqramımıza görə mən bundan sonra sizə bütün hər yaxşılıqları, iyilikləri arzuladıqdan sonra sizdən ayrılmağa edəcəm. Mən onun üçün sizdən özür diləyib bu konferansdan vedalaşacağım sizinlə. Sağ olun, diqqətinizə görə sağ olun. Təşəkkür ederim. Biz təşəkkür edirik, hörmətli Hüseyn müəllim. Həm zamanınızı ayırıb, gec saat olmasına baxmayaraq, həftə sonu olmasına baxmayaraq sizin timsalınızda bütün hocalarımıza da təşəkkür edirik. Proqramımızın nə qədər dolu olduğunu fərqindəyik. Onun üçün heç narahat olmayın. Düşünürəm hocalarımız da anlayışla qarşılayar. Və bir daha xoş fikirlərinizi, dəyərli fikirlərinizi bizlərlə paylaşdığınız üçün dərin minnətdarlığımızı bildiririk. Var olasınız. Çox sağ olun. Sağ olun. Başarılar arzu ederim hepinizə, hamınıza. Sağ olun. Çox sağ olun. Sağ olun. İndi isə sözü Əlişir Navəyə adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin direktoru akademik Şöhrət Sürəciddinov hocamıza vermək istəyirəm. Buyurun Şöhrət hocam, söz sizdədir. Assalomu alaykum, hurmatli konferans ishtirokchilari. So'zimni avvalida ushbu konferansga da'vat etganingiz uchun o'z tashakkurimni bildirishni istayman. Hozir buyuk elchi janoblari ikki xalq o'rtasidagi, ayniqsa bugungi kundagi rishtalarimiz haqida yaxshi fikrlarni aytdilar. Tashakkur bildiraman. Biz ham xuddi shunday Ozarbayjon xalqi bilan bir millat sifatida, bir qardosh tarixi, dini, e'tiqodi, madaniyati bir xalq sifatida biz ham xuddi shunday Ozarbayjon xalqiga nisbatan hurmatimiz bor, ehtiromimiz bor. Barcha fikrlaringiz uchun tashakkur bildiraman. Endi Nizomiy Ganjaviy hazratlari va Alisher Navoiy hazratlari bu ikki xalqning o'rtasidagi bir ko'prik. Mana shu hozir elchi janoblari bugun O'zbekistonda olib qilinayotgan ishlar haqida gapirib o'tdilar. Albatta asrlar davomida O'zbekiston va Ozarbayjon xalqlarining ilm-fani, qadriyatlari, tili, adabiyoti, san'ati va madaniyati ham uyg'un o'zanlarda shakllanib, rivojlanib kelgan. O'zbekistonda Nizomiy Ganjaviy, Imomiddin Nasimiy, Muhammad Fuzuliy asarlari qanchalik sevib o'qilsa, o'rganilsa, Ozarbayjonda Alisher Navoiy dahosiga munosabat milliy iftixor darajasiga ko'tarilganligini biz yaxshi bilamiz. 15-asrda Temuriylar saltanati davrida Samarqandda ozarbayjonlik Shoh Fathulloh Shervoniy, Mavlono Fathulloh Tabib Tabriziy, Ali Muhammad Said Sharif Jurjoniy, Mavlono Xoja Tabriziy kabi qomusiy olimlar mantiq, falsafa, nujum, she'rshunoslik, tilshunoslik kabi turli fan sohalar rivojiga ulkan hissa qo'shganlar. Bundan tashqari yuzlab ozar hunarmandlari, san'atkorlar, shoirlar Samarqandni yer yuzining sayqaliga aylantirish ishlarida faol ishtirok etganlar. 20-asrda ko'plab ozarbayjonlar o'z yurtidan majburan O'zbekistonga ko'chirilganda o'zbek va ozar etu tirnoq singari bir-biriga qayishib hamqadam va hammaslak bo'lgan. Maqsud Shayxzoda, Feridun Safarov, Aynulla Aliyev, Jafar Abdullayev, Shavkat Gudarli, Ko'kab Aliyeva singari ozar qardoshlarimizning bizning madaniy hayotimizda tutgan o'rnini xalqimiz hech qachon unutmaydi. Xususan shoir, adib va dramaturg Maqsud Shayxzoda badiiy adabiyotimizda birinchilardan bo'lib buyuk sarkarda Jaloliddin Manguberdi shaxsini ulug'lab
Jaloliddin Manguberdi va donishmand hukmdor Mirzo Ulug'bek haqida Mirzo Ulug'bek tarixiy dramalarni yozdi. U olim sifatida ham navoiyshunoslik fani taraqqiyotida o'chmas iz qoldirdi. Navoiy ijodini ilmiy tadqiq etib, G'azal mulkining sultoni degan kitobni yaratdi. Maxsus Shayxzoda o'zbek va Ozarbayjon xalqlarining ardoqli va jonkuyar farzandi. Uning asarlari esa ikki xalqni birlashtiruvchi ko'prik bo'lib tarixda qoldi. Ikki davlat liderlarining ko'p qirrali hamkorlikni jadallashtirishga qaratilgan bugungi davrdagi muntazam harakatlari madaniy gumanitar aloqalarimizning rivojlanishida yangi bosqichni boshlab berdi. 2021 yil Nizomiy Ganjaviyning 880 yilligi hamda Alisher Navoiyning 580 yillik yubileyi xalqaro miqyosda keng nishonlandi. Ozarbayjon prezidenti Ilhom Aliyev tomonidan 2021 yil Ozarbayjonda Nizomiy Ganjaviy yili, ayni yilda Shavkat Mirziyoyev tomonidan O'zbekistonda Alisher Navoiy yili deb e'lon qilingan edi. 2017-2020 yillarda O'zbekiston xalq shoiri Jamol Kamol Nizomiy Ganjaviy hamzasini to'liq o'zbek tiliga tarjima qildi. Adabiyotshunos olim Ramiz Askar esa Navoiy hamzasini Ozarbayjon tiliga tarjima qilgan edi. Qilingan bu ishlar mustaqillik davri O'zbek-Ozarbayjon adabiy aloqalar rivojida muhim rol o'ynadi. Mana oradan 5 yil o'tib, bugun 2026-yilda ikki davlat, ikki qardosh xalq butun turkiy dunyo olimlari bilan birgalikda Shayx Nizomiy Ganjaviyning 850 yilligi, Amir Alisher Navoiyning 585 yilligini chuqur muhabbat bilan nishonlamoqdamiz. Buyuk Ozarbayjon shoiri Shayx Nizomiy Ganjaviy turkiy xalqlarning benazir mutafakkiri sifatida jahon adabiyotidagi noyob poetik hodisa xamsachilikni boshlab berdi. Garchi Nizomiyning xamsasi forsiyda bitilgan bo'lsa-da, undagi turkiy tafakkur, turkiy ruhni sezish qiyin emas. O'zbek xalqining zabardast mutafakkiri Alisher Navoiy butun ijodi davomida nizomiy asarlarga murojaat qilgan. Ulardan ilhomlanib o'zining turkiy tildagi xamsasini yozgan. Alisher Navoiy xamsa dostonlaridan barchasining muqaddima qismida va Saddiy Iskandar dostoni xotimasida Nizomiyni ustoz shoir sifatida madh etib, uning she'riy mahorati va badiiy balog'atini ta'rif tavsif qiladi. Chunonchi Hayratul Abrorda Nizomiyga alohida bob bag'ishlab, uni jumladan quyidagi so'zlar bilan ta'riflaydi. Ganja quyoshiki ko'targach alam, ayladi so'z mamlakatin yakkalam. Ko'p kishi ham qildi tatabbu havas, sarvagul o'tirosga kelturdi xas. Farhod va Shirin dostonda ham Nizomiyga alohida bob bag'ishlaydi. Jumladan Nizomiyga teng mahorat bilan asar yozish juda qiyin va mas'uliyatli vazifa ekanini e'tirof etadi. U shunday yozadi: Emas oson bu maydon ichra kirmoq. Nizomiy panjasiga panja urmoq. Kerak sher oldida ham she'ri jangi, agar sher bo'lmasa bori palangi. Oxirgi yillarda o'zbek va ozar olimlarining yaqin hamkorlik aloqalari ham shu o'zanda o'z natijalarini bermoqda. Xususan Alisher Navoiy nomidagi O'zbek tili va adabiyoti universiteti va Ozarbayjon Milliy ilmlar akademiyasi Nizomiy Ganjaviy nomidagi adabiyot instituti olimlarining yaqindan hamkorlik o'rnatishi uzoq yillar muqaddam mavjud bo'lgan va ayrim sabablarga ko'ra sustlashib ketgan ilmiy adabiy aloqalarni tiklanishiga olib keldi. Jumladan bizning universitetimizda Muhammad Fuzuliy nomidagi ilmiy tadqiqot markazi tashkil etildi. Ozarbayjon Milliy ilmlar akademiyasi Nizomiy Ganjaviy nomidagi adabiyot institutida Alisher Navoiy nomidagi o'zbek adabiyoti tadqiqotlari markazi ochildi. Bu ishlarga bosh-qosh bo'lgan ulug' ustozimiz akademik Iso Habibiyligi va jonkuyarlik bilan shu ishlarni tashkil etgan Almas Ulviy xonimga chuqur minnatdorchilik bildiramiz. 2023-yilda Ganjaviy nomidagi adabiyot institutida Alisher Navoiy va 21-asr xalqaro konferensiyasi o'tkazildi. Ham muallifda ozar-o'zbek adabiy aloqalari haqida kitoblar yozildi. Ikki xalq mutafakkir shoirlari, mumtoz va zamonaviy adabiyot namoyandalarining tavallud kunlari munosabati bilan muntazam ravishda
qo'shma ma'rifiy tadbirlar o'tkazish an'anaga aylandi. Xulosa qilib aytganda, endi men ko'p gapirmoqchi emasman. Nizomiy Ganjaviyning Alisher Navoiy uchun ma'naviy ustoz bo'lgani ikki xalqning qon qardoshligi ramzidir. Shular sabab ikki qardosh xalqning adabiyoti va san'ati asrlar davomida yonma-yon rivojlanib, bir-birini o'zaro boyitib va to'ldirib kelmoqda. Bugungi davrimizga kelib ushbu azaliy va yaqin rishtalar ikki davlat o'rtasida mustahkam ishonch va yuksak hurmatga asoslangan o'zaro manfaatli hamda samarali hamkorlikka mustahkam poydevor bo'lib xizmat qilmoqda. Barcha konferensiya qatnashchilarini ushbu buyuk shaxsiyatlarning yubiley sanalari bilan chin qalbimdan tabriklayman. Ushbu konferensiya ilm odamlarining buyuk ajdodlarimizning o'lmas adabiy merosga ko'rsatgan beqiyos ehtiromi deb bilaman. E'tiboringiz uchun tashakkur. Biz təşəkkür edirik, hörmətli Şükrət hocam. Həm Özbəkistanda edilən fəaliyyətləri, dəyərli araşdırmalarınızı, necə deyirlər, heç nəylə əvəz olunmayacaq bu iki dövlət, iki qardaş ölkə arasında gördüyünüz işləri bizlərə yenidən çatdırdığınız üçün, bu işləri həyata keçirdiyiniz üçün dərin minnətdarlığımızı bildiririk. Var olasınız. Çox sağ olun. Sağ olun, sağ olun. Şuhrat sağ olun. Sağ salamat olun. Rahmat sizga, tashakkur. Çox sağ olun Hüseyin müəllim. İndi isə sözü Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adlı Ədəbiyyat İnstitutunun Azərbaycan, Türkmənistan, Özbəkistan Ədəbi Əlaqələr Şöbəsinin müdürü, Özbəkistan Respublikasının Dostluq Ordeni mükafatçısı Professor Almaz Binnətova xanıma vermək istəyirəm. Buyurun Almaz xanım, söz sizdədir. Axşamınız xeyir olsun, əziz dostlar. Hörmətli akademik Şöhrət Siracəddinov, bizim akademiyanın fəxri professoru, Nazım salamlayıram. Cənab səfirimizdən biraz əvvəl salamlaşdıq. Burada mən Tanrı xanımı görürəm, Əzrullah bəyi görürəm, Şəhriyar bəyi görürəm. Bütün bunlar bu sahədə Əlişir Navoiy, Nizami Gəncəvi sahəsində böyük xidmətləri olan şəxsiyyətlərdir. Belə deyim ki, günümüzdə yaşasalar da eyni zamanda həm də tarixi şəxsiyyətlərdir. Çünki bunlar bütün ömrünü elmə, ədəbiyyata, dostluğa, qardaşlığa bəxş ediblər. Dünənləri Bakıda 1926-cı ildə 1-ci Türkoloji Qurultayın Bakı Qurultayının deməli 1-ci il dönümünün anım toplantısı oldu və həmin konfransı Özbək əsilli Xalit Səid Xocayev bütün təşkilati işləri Xalit Səid Xocayev görmüşdür. Və Özbəkistandan məxsusi olaraq Bakıya dəvət edilmişdi. O zamanki Azərbaycan Baş Naziri Səməd Ağa Ağamalıoğlu Xalit Səid Xocayevlə birgə İstanbulda təhsil almışlar, tələbə yoldaşı olmuşlar. Və belə bir məsələ ortalığa çıxanda ki, Türkoloji Qurultay keçirilsin və həmən Xalit Səidi dəvət etmişdi. Çünki Xalit Səid 7-8 dil bilirdi, o dilçi idi. Həm də bu dillərdə sərbəst danışa bilirdi. Və Xalit Səid Xocayev, mən indi onun bir kitabını çap elədik. Memar bir kitabdır. 1928-ci ildə Latına keçirilən ilk kitabı yazdı. Bayaq akademik Şöhrət Siracəddinov Maqsud Şeyxzadədən bəhs elədi. Maqsud Şeyxzadə həmin dövrdə Özbəkistanda nə iş görmüşdüsə də eyni işlərin qarşılığında və bənzəri olmayan çox böyük yəni milli sayğıda dayanaraq Xalit Səid Xocayev də Azərbaycanda həmin işləri görmüşdü. Maqsud Şeyxzadə Qəzəl Mülkünün Sultanı kitabını yazdı. Bayaq Şöhrət hocam da bunun haqqında öz fikrini bildirdi. Və belə deyim ki, Maqsud Şeyxzadə Özbəkistandan sürgün olunmuşdu. Xalit Səid Xocayev Bakıya dəvət edilmişdi, amma Maqsud Şeyxzadə sürgün olunmuşdu və Maqsud Şeyxzadəyə tapşırılmışdı ki, Azərbaycan dilində yazmayacaqsan, danışmayacaqsan, çünki bu milli düşüncəsinə görə sürgün olunmuşdu. Və Maqsud Şeyxzadə çox ağıllı, zəkalı bir şəxs olur və diqqətlə baxır, görür ki, Özbək dili ilə Azərbaycan dili bir-birinə çox yaxındır.
çox qısa müddətdə bu dili öyrənir və ilk şeirini elə orada yenə də özbək dilində yazır və Azərbaycandan yaxşı bildiyi, Azərbaycandan dərindən bildiyi və Azərbaycanda şeirləri belə deyim ki, el-oba arasında sevilən, yayılan, dərsliklərdə, məktəb dərsliklərində keçirilən Əlişir Nəvai haqqında yazmaq qərarına gəldi. Çünki onun ruhuna yaxın bir mövzudur. Və beləcə deyim ki, elə 30-cu illərin əvvəllərində Özbəkistana bir Nəvai nəfəsi ilə getdi, Nəvai həvəsi ilə getdi və nəticədə də çox gözəl bir fundamental əsərlər yazdı. Bu əsərlər həm Əlişir Nəvainin tərcümeyi halı var, bu əsərlərdə Əlişir Nəvainin elmi nəzər görüşləri var. O nəzəri görüşlərə ki, Maqsud Şeyxzədə qədər onlar elmi mövzu olaraq nə araşdırılmamışdı, nə də yazılmamışdı. Və bunlar təbii ki, Maqsud Şeyxzədənin həm elmi bilgisindən, dünya görüşündən, çünki onun çoxlu ədəbiyyat, o özü bir ziyalı ailənin oğluydu və yeri gəlmişkən deyim ki, Azərbaycanın xalq şairi Səmədoğlunun yaxın qohumu olubdu. Yəni bunların bir genetik deməli istedadları, ziyalı, kübar təbiətləri olubdu. Xalid Səid Xocayev isə həmin dövrdə baxın, Maqsud Şeyxzadə Əlişir Nəvai haqqında əsər yazarkən Xalid Səid Xocayev Azərbaycanda Bakıda ilk dəfə Divan-ı Lüğət-i Türk əsərini ərəb dilindən Azərbaycan dilinə tərcümə etmişdi. Və həmin əsərə görə Xalid Səid Xocayev Stalin repressiyasına uğradı və onu dənizə atdılar, boğdular. Mikail Müşfiqlə, Əhməd Cavadla, və Hüseyin Cavidlə bir yerdə, bir gecədə onları həbs elədilər və heç onların qəbri də bilinmir. Xəzər dənizinə atdılar, boğdular, öldürdülər. Və bunların taliyə bu qədər acınacaqlı, bu qədər çətin bir həyat yaşayaraq bu işləri görmüşlər. Və bugün biz Nizami Gəncəvi və Əlişir Nəvainin yubileylərini, dəyirmi tarixi olan yubileylərini qeyd edirik. Və mən düşündüm ki, biz bu Nizami Gəncəvinin və Əlişir Nəvainin yubileyinə nə hədiyyə eləyə bilərik? Çünki bu dəqiqəni bu qarışıq dünyamızda hər kəs ideal bir şah, bir dövlət rəhbəri fikirləşir ki, bu dünyanın qarma-qarışıqlığını düzəlsin. Əlişir Nəvai dövründə də belə idi. Və Hüseyin Bayqara Xorasanda deməli sultan seçilən zaman Əlişir Nəvai Səmərqənddə idi və onu dəvət edir və Nəvai gələrkən bir deməli Hilaliyə qəsidəsi yazır. Və bu qəsidənin əsas məzmunlarından biri ondan ibarətdir ki, o şahı tərif edir və ideal bir şah kimi onu görür. İdeal, yəni ədalətli, sonra xalqa, millətə, elə obaya, insanlığa, bəşəriyyətə xeyir verən bir şah kimi təqdim edir. Halbuki, yəni bu hələ yeni gəlirdi. Əslində o ürəyindən keçəni o şah üçün, Sultan Hüseyin Bayqara üçün yazırdı. Və bütün bunları düşünəndə və mən belə qərara gəldim ki, bunların bir İskəndərnamə, bayaq Şöhrət Siracəddinov akademik, o da qeyd elədi, İskəndərnamə. Deməli, orta əsrlər şərq poeziyasında İskəndər obrazı. Bu İskəndər obrazı bilirsiniz ki, mitoloji obrazı olaraq da Firdovsinin Şahnaməsində keçmişdi və sonra bunu müstəqil əsər olaraq ilk dəfə Nizami Gəncəvi yazdı və orada da o Sus şəhərində doğulan o böyük şair deyə Firdovsini anır, yəni mövzusunu oradan götürsə də, amma Nizami Gəncəvi bunu müstəqil bir əsər kimi yazır və əsərin adını İskəndərnamə qoyur və bu Xəmsənin axırıncı əsəri olur. Nizami Gəncəvinin xəmsəçilik ənənəsini yenə də Özbəkistan əsilli, amma Hindistana, Moğolların belə deyim ki, baskısı ilə Hindistana səfər edən bir nəslin övladı olan Əmir Xosrov Dəhləvi tərəfindən yazılır Ayne-i İskəndər əsərini və ondan sonra bir neçə müddət keçəndən sonra cami yazır və nəhayətdə Əlişir Nəvai. Və bu əsərlə bunların deməli bu İskəndər obrazı yenə də hər 5 əsərin 5-də də
bu dünyaya ideal bir şah obrazı arzulayırlar. İnsanlığın dəyərini bilən, insanlığı yəni ən üst qatda görən, vardan, dövlətdən, dünyanın malından, mülkündən üstə görən bir şəxsiyyət kimi təsvir edirlər və bu da bir bəşəriyyətə bir mesajdır. Əslində yazılan bu əsərlərin hamısı bir mesajdır. Mən bu kitabı Tacikistan Dövlət Universitetinin professoru Ruşana xanımla bir yerdə danışdıq və yazdıq. O rus dilində yazdı. Mən Azərbaycan dilində yazdım. Yəni 5 xəmsə nəfsin bir əsəri haqqında və nəticədə çox gözəl bir əsər alındı və biz bunu dərslik olaraq çap elədik. Və Nizami Gəncəvinin 885, Əlşir Nəbainin isə deməli 585 illiyinə bir hədiyyə oldu. Bu iki dahi şəxsiyyət bir-birindən tam olaraq 300 il məsafədə yaşamışdı. Ama bunların gene de dediğim kimi arzuları, ideyaları bəşəri mövzu olmuşdu. Ama bütün bunlardan əvvəldə Azərbaycanın bizim deməli akademiyanın fəxri professoru olan Şöhrət Siracəddinofun Əmir Əlişir Həyatı və Yaradıcılığı belə bir kitabı biz Azərbaycanda çap elədik. Bu Əlişir Nəbainin deməli 580 illiyi günlərinə təsadüf eləmişdi. Və biz bunu mən özüm Bakı Dövlət Universitetində dərs deyirəm. Tələbələrimə hər zaman bu kitabdan Əlişir Nəbainin çünki bu kitab tam mənbələr əsasında yazılmışdı. Ona görə bu mənim əlimdə bir etibarlı mənbə olaraq tələbələrimə tədris edirəm, dərslik verirəm və bunu PDF olaraq mühazirələrə bölmüşəm. Tələbələrimə Əlişir Nəbai yaradıcılığını, irsini, həyatını bu kitab vasitəsilə çatdırmağa cəhd edirəm. Yəni bunlar mənim yubileyə olan hədiyyələrimdir və bunların içində mənə doğma, əziz olan bir kitab da bu konferansa gətirmişəm. Əzullah Arralın Əfqanistanda nəvaişünaslıq. Və deyim ki, bu əsəri mən çox böyük həvəslə, çox böyük sevgi ilə öz dilimizə çevirdim. Təbii ki, bunu öz orijinal dilində oxumaq mənə çox rahat idi. Amma mənim tələbələrim də daha yaxşı oxuya bilsin, daha yaxşı dərk eləyə bilsin deyə belə bir işi görməyi özümə bir mənəvi borc bildim. Çünki mən Əzullah Aralı Əfqanistanda tanıyırdım 2016-cı ildə, daha sonra 2021-ci ildə. O orada Əlişir Nəbai, sonra Zəhrəddin Məhəmməd Babur, sonra Hüseyin Bayqaral, sonra orada yəni bütün tarixi şəxsiyyətlərimiz, elm məbədgahlarımızın hamısı, elə deyim ki, əksəriyyəti oradadır. Və nə qədər böyük can yananlıqla, nə qədər belə fədakarlıqla bu sahədə gördüyü işləri şahidi oldum. Ona görə bu kitabı da mən öz oxucularıma çatdırmaq, tələbələrimə çatdırmağı özümə mənəvi borc bildim. Təəssüf ki, bir hadisə üzündən mən gələ bilmədim ki, sizdə keçirilən Nəbai günlərində Əzullah bəyə bu kitabı təqdim edin və kitab rənglidir. Burada bütün Əfqanistana aid olan tarixi abidələrin hamısını çox gözəl qələm almışsınız Əzullah bəy. Yəni mən bunu xüsusi olaraq deyim və bunlar bir tarixi yaddaşdır. Və sizdən əlavə mən bura bu Azərbaycan oxucularını daha yaxşı istifadə eləməsi üçün bir köməkçi göstəricilər, çünki adları dəyişəndə, orijinalda yazanda bizim oxucular o qədər fərq edə bilmirlər. Ona görə bunların hamısını həm şəxs adlarını, həm də ki əsərlərin adlarını həm orijinalda olduğu kimi verdim. Qabağında isə qarşılığı olan Azərbaycan dilində verdim ki, yəni qoy bunlara rahat olsun. Və bunu bizim Akademiyanın Elmi Şurasının qərarına, Elmi Şuraya təqdim elədim ki, Elmi Şuranın qərarı ilə çıxsın və mənə dedilər ki, Əfqanistan, Əzullah bəyin bizim Elmi Şuraya nə aidiyyatı ola bilər? Dedim ki, bunu mən tərcüməm kimi verirəm. Amma dedilər ki, orada Azərbaycanla bağlı nə ola bilər? Mən 2016-cı ildə Herata səfər edəndə bir Herat təəssüratları yazmışdım. Yəni hocam, sizdən izinsiz o Herat təəssüratlarının kitabın sonuna yazdım ki, yəni bu bizə, bu həm də bizimdir və nəticədə də elə bilirəm ki, yaxşı bir şey oldu. Təxminən bir gözəl bir kitablar, yəni bu kitabların hamısını biz bilirsinizmi, alimlər yazırlar, gecə yazırlar, nə bilməm gündüz danışırlar, kitabxanalarda oxuyurlar, gecələr də yazırlar və bütün bunların hamısını əsas məqsədimiz odur ki, dünənimizi bugünə, bugünümüzdən isə sabahımıza daşıyaq.
Yoksa bunlar tarix səhifələrinə, kitabların səhifələrinə saralıb qalsa bu heç də alınmır. Ona görə yəni bu zəhmətləri biz sevə-sevə, məhəbbətlə eləyirik və sizin kimi böyük ustazlardan da öyrənirik. Mən doğrusunu deyim ki, Əlişir Nəvainin Əsri və Nəsri adlı bir kitab yazanda mən Şöhrət Siracəddin kitabından çox yararlandım. Nə mənada? Mənbələri dəqiqləşdirmək üçün o kitabı 100 dəfə çevirdim, 100 dəfə o üzrə çevirdim bu yana. Çünki mənbələr dəqiqdir. Bəzən görsən ki, biri yanlış olaraq bir şey yazır və başqa kitablarda bu yanlışlıqlar gedir. Amma dəqiq mənbələrlə işləyən kitaba əl atanda bu öz yerini daha rahat tapa bilir. Nəvai haqqında bayaq bizim cənab səfir dedi, Əlişir Nəvai haqqında Əlişir Nəvainin Azərbaycanda adına bir şəhər var. Azərbaycanda hər 7 oğuldan birinin adı Nəvaidir. Şöhrət burada Şəhriyar Şəfqət deyir ki, Özbəkistanda heç kimin adı Nəvai yoxdur. Amma bizdə Azərbaycanda hər 7, hər 10 oğuldan birinin adı Nəvaidir. Şəhriyar bəy mənə söz verib ki, mənim oğlum olan kimi adını Nəvai qoyacağam inşallah. Ne güzel. Çünki hocam nəyə görə? Baxın bizdə Nizami adında var, Füzuli var, sonra Xaqani var, Firdovsi var. Bütün tarixi şəxsiyyətlərimizin adlarını həm də adlar vasitəsilə yaşadırıq. Və Nəvainin adı nəyə olmasın? Yəni biz buna çox normal baxırıq. Əslində burada bir sevgi var. Çünki Nəvai bütün əsərlərinin girişində dönə-dönə Nizamiyə baş əyir. Və onu da deyim ki, hər dəfə Nəvainin bir konfransı olanda, onun səfər olanda hökmən gedirik Gəncəyə, Nizamini ziyarət edirik. Hətta akademik Şöhrət Siracəddinov da Nizami məqbərəsini gedib birgə ziyarət eləmişik. Çünki o şeyxdir da. Bir dəfə Özbəkistanda bir tədbirdə mən dedim ki, gördüm hər kəs, yəni Aziz Qayımov, Süleyman Apam, hər kəs deyir ki, Şeyx Nizami. Bunlara xoş gəlsin deyə mən də çıxış eləyəndə dedim ki, Şeyx Nəvai Süleyman tez qalxdı ayağa dedi ki, Nəvai şeyx deyil, Şeyx Nizaminindir. Nəvaiyə sən həzrət deyə bilərsən. Yəni bu uluqların bu dərəcədə o təqdimatı, bunlar da bizə bir məktəbdir, bir dərsdir. Bunlar hər dəfə öyrəndik, hər iclasda, hər konferansda, hər sizin kimi ustazlarla görüşdə bir yox, bir neçə dərslər alırıq və bu da bizə kifayət eləyir və növbəti konferansı gözləyirik ki, yeni bir şey öyrənək. Tanju xanımın gördüyü işlərin sayı hesabı yoxdur. O nə qədər bizim klassiklərimizin əsərlərini o belə deyim ki, iynə ilə arayır, iynə ilə o sözlər hardadır, necə verilir. Bütün bunların hamısı böyük əmək sərf eləyir, böyük bir insanlıqdır və bunları yaza-yaza həm də özümüz tərbiyələnir. Mən elə başa düşürəm. Mən ümumiyyətlə müasir dünyanın adamı deyiləm. Mən Nəvai dövrünün adamıyam, Nizami dövrünün adamıyam. O dünyadan qopub bura düşəm də belə biraz çaşıram. Bilmirəm ki, hansı cəmiyyətdəyəm. Ona görə Nəvaiyə qayıtmağı çox tələsirəm. Nəvai dünyasında yaşamaq doğrudan da xoşbəxtlikdir. Mən deyəsəm çox danışdım. Hamınızı görməyəndən çox şad oldum. Sizləri çox sevirəm. Öz vətənim övladları kimi, öz ustadlarım kimi. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun. Sizga tashakkur, rahmat. Almazulli xonim. Sizni juda ham yaxshi ko'ramiz biz ham. Sağ olun. Almaz xanım, o necə deyirsin Nəvai dünyası? Bizi də necə deyirlər 10-15 dəqiqəlik Nəvai dünyasına apardınız. Orada döndərdiniz, geri qaytardınız. Var olasınız. Çox sağ olun. Orada həyat çox safdır. Orada həyat çox durudur. İnsanlar çox məhəbbətlidir. İnsanlar çox sevgilidir. Heç kim heç kimi aldatmır onların dünyasında. Mən elə görürəm. Mən onların dünyasında yaşayanda mən elə şeylər görürəm. Alıb aldatma dünyasında yaşamayıblar onlar. Belə. Var olasınız. Çox sağ olun. İndi isə sözü Yunus Rəcəb adlı Özbək Milli Musiqi İnstitutunun dosenti Azizullah Aral hocamıza vermək istəyirəm. Buyurun Azizullah hocam, söz sizdədir. Teşekkürler. Hürmetli ustazım akademik Şöhrət Siracəddinov, hürmetli Elmas müəllim, sayın Tansu hocam ve değerli hocalarımız, dostlarımız,
xonimlar va janoblar, assalomu alaykum. So'zimni boshida bunday bir ilmiy konferensiyani, bunday bir ma'noli konferensiyani tashkil etganligi uchun Anvarbekka katta minnatdorchilik bildiraman. Salomat bo'ling. Butun dunyo turk xalqlari madaniyati tarixida beqiyos o'rin egallagan ikki buyuk mutafakkir, ikki ulug' shoir Nizomiy Ganjaviy tavalludining 885 yilligi va Alisher Navoiy tavalludining 585 yilligi shu kunlarda turk dunyosida keng qiziqish bilan nishonlanib kelinmoqda. Bu buyuk insonlar bizniki. Ammo ularning tafakkuri butun bashariyatnikidir. Bu bemisl buyuklarimiz shunchaki shoir emas. Ular biz uchun ilm, madaniyat, tamaddun va sivilizatsiyadir. Ular xalqlarimizni birlashtiruvchi ma'naviyatdir. Ganjaviy va Navoiy ruhlari kezib yurgan shu onlarda kuni kecha Anqarada Turksoy tashkilotida bo'lib, bu yerda Afg'oniston turklari tili va kulturi, ya'ni madaniyati kunida ishtirok etib qaytdim. Bu Turksoy tomonidan Afg'oniston turklariga atab uyushtirilgan birinchi konferens ekan. Bu yerda o'z chiqishimda Afg'oniston, ya'ni Janubiy Turkiston turklariga dunyo turklari ega chiqishlari emas, balki qardosh bo'lishlari kerak. Ularni zotan egasi bor, ularni yaratgan deylik, Alloh ularning egasidir. Ammo biz ularning qondosh, tildosh, qardoshlari sifatida ularni unutmasligimiz kerak deb seslandim. Qrim tatar jadidi Ismoil Gasparali aytganidek, bugun biz dilda, fikrda va ishda birlashishimiz kerak. Dunyoni turli burchaklarida hozir deylik hayot kechirayotgan, yashab turgan turklar, turkiylar, bular bizning qardoshlarimizdir. U turkiylarga deylik mansub shaxsiyatlar ham, ular ham hammamizniki. Nizomiy Ganjaviy ham hammamizniki, barchamizniki, Alisher Navoiy ham xuddi shunday. Endi Navoiy haqida qisqacha to'xtaladigan bo'lsam, gap deylik o'sha Navoiyning ko'p qirraligi haqida. Ko'p qirraligi fors tilida chand bodi deydi. Bir necha tomonlama deylik. Navoiy faqat shoir emas, faqat deylik muhandis emas, faqat deylik muallim emas. U ayni paytda deylik o'sha dunyoni o'z tafakkuri bilan egallagan bir shaxs sifatida ko'p qirrali mutafakkir. Navoiyning qarang, ona tilimiz mavqeini yuksaltirishdagi xizmatlari beqiyos bo'lgan. Navoiy yashagan davrda fors tili ilm-fan adabiyot tili sifatida ustun bo'lgan. Ko'plab ijodkorlar turkiy tilni badiiy asarlar yozishga yaramaydi deb hisoblagan o'sha paytda. Ana shunday sharoitda Navoiy o'z asarlari bilan turkiy tilning boy, go'zal va chuqur fikr ifodalashga qodir ekanini amalda isbotlab bergan. Uning Muhokimatul Lug'atayn asari aynan shu maqsadga xizmat qilib kelayotgan bo'lib, unda turkiy tilning fors tilidan kam emasligi ilmiy va badiiy asosda ko'rsatib berilgan. Boshqa tomondan olib qarasak, Alisher Navoiy buyuk shoir sifatida adabiyot tarixida o'chmas iz qoldirgan. Uning xamsa dostonlarida muhabbat, adolat, sadoqat, ilm, insonparvarlik
mana shunga o'xshagan deylik umum insoniy g'oyalar yuksak badiiy darajada tasvirlangan. Hazrat Navoiy o'z hamsasini 3 yilda yozib tugatgan bo'lsa, albatta Navoiy qaysidir ma'noda hamsa yozishda Nizomiy Ganjaviydan ta'sirlangan. Navoiyning g'azallari zamondosh va o'tmish shoirlarga taqlid tarzida emas, balki ulardan ta'sirlanib chuqurroq tarzda yozilgan. Garchi foniy turkiy shoir sifatida qaralsa-da, uning Farsi she'rlarining ahamiyati inkor qilib bo'lmaydigan darajada. Chunki foniy divonida o'ziga xos muhrini qo'ygan asarlar borki, hatto fors shoirlaridan ko'ra ham uning Farsi she'riyatidagi salohiyati yuqoriligini ko'rsatib turadi. Shuning uchun ham ingliz tarixchisi Jeffrey Lewis Navoiyni ingliz adabiyoti otasi Chaucerga o'xshatib, Navoiy turk xalqlari adabiyoti otasi deb e'tirof etgan. Boshqa tomondan Navoiy buyuk mutafakkir va ma'naviyot targ'ibotchisi bo'lgan. Uning asarlarida axloq, odob, halollik, adolat, mehr, oqibat kabi fazilatlar doimo ulug'lanadi. Shoir insonni kamolga yetkazuvchi eng muhim kuch ilm tarbiya ekanligini ta'kidlaydi. Navoiy uchun insonlarning qaysi millatga yoki qaysi tabaqaga mansubligi emas, balki uning ma'naviy darajasi muhim bo'lgan. Shu jihatdan u chinakam insonparvar mutafakkir sifatida e'tirof etiladi. Mana qarang, uni deylik she'rlariga e'tibor bering. Ilmni kim vositaye joh etar, o'zini u xalqini gumroh etar. Yoki 100 tuman nopok erdin yaxshiroq, pok xotinlar ayog'ining izi. Yoki bo'lmasa, ahli urfonlar aro majlisda bo'lmas joy xos, kelsangiz majlisga siz joy tanlamasdan o'ltiring. Yana bitta misol, fil o'lsa sening xasming, deysanki zarar topmay, bir pashshaga olamda yetkurma zarar hargiz. Xulosa qilib aytganda, Alisher Navoiy shunchaki shoir emas, balki millatni uyg'otgan ulug' simo, tilimiz va madaniyatimizning mustahkam poydevorini yaratgan buyuk zotdir. Ammo afsuski, Afg'onistonda dardli nuqta shundan iboratki, na Nizomiy Ganjaviy va na Alisher Navoiy hozirga qadar Afg'oniston maktablari darsliklariga kiritilmagan va deylik shunday bo'lib kelyapti. Biz mana shu sohada kuchimiz boricha deylik o'sha ma'naviyat targ'ibotchisi sifatida o'z mas'uliyatlarimizni ado qilishimiz kerak deb hisoblayman. So'zimning oxirida Navoiyni tilagi, umidingdan meni xursand etgil, umidim shulki umidingga etgil. E'tiborlaringiz uchun tashakkur. Biz teşekkür ederiz Azizullah hocam. Hem iştirakınız için, hem yeniden bildiren farklı yanaşmanız için var olasınız. Allah razı olsun. Çok sağ olun. Təbrik edirəm. Gözəl məruzə oldu. Çok sağ olun. Çok zanalma sana. İndi ise sözü Mimar Sinan Güzel Sanatlar Üniversitesi'nin profesörü Ranjorol Seyhan hocamıza vermek istedim. Ve ben özümü xoşbəxt insanlardan hesab edirəm ki, Tanju Hoca ile canlı görüşmeye şerefine nail oldum. Ve günümüz mövzusuna alakalı olduğu için göstermek istedim ki bizim de kitapxanamızda Hayret ile Ebrar, Navaiy'nin Tanju hocamız tarafından hazırlanan əsəri bulunmaktadır. Konferansımızda da Ankara'da seferdeydi. Seferden qayıtdığı belki 1 saat değil, çatar çatmaz konferansımıza daxil oldu, yanımızda oldu. Bir daha teşekkür ederim Tanju hocam. Çok sağ olun, var olun. Söz sizdedir. Buyurun. Ben çok teşekkür ederim herkese. Sizleri görmekten dolayı gerçekten çok memnunum.
Yorgunluğum gitti. Cuma gün gidip pazar gün dönmüştüm. Güzel bir amaçla gittik. Bir Babur çalıştayı yaptık. Bir Babur kitabı inşallah bu senenin sonuna hazırlayacağız. Hindistan'da Babur mirası. Bunun da müjdesini buradan vermiş olayım. Böyle bir silsile benim ilim hayatım Zafername ile Timur, Emir Timur diyorlar Özbekistan'da. Ben kazanılmış ünvan diyerek Timur Han diyorum. Bir imparatorluk kurucusu olarak Timur Han'la başlayıp naçizane elimden geldiğince bir şeyler yapmaya çalışıyorum. Elbette belki katılamam diye ben bir çok değerli hocalarımın konuşması gibi konuşma hazırlayamadım. Almaz hocam, Şöhret hocam, Azizullah hocam çok istifade ettim kendilerinden yine her zamanki gibi. Naçizane bir şeyler söylemek istersem burada Almaz Hanım'dan bir ilham alayım konuşmasını devam ederek. O dönemlerde de savaşlar vardı. Savaş. Türk boyları birbirini kırıyorlardı. Zaten onlar birbirini kırıyorlar. Yerine göre devletler hep bu şekilde dedikodular vardı. Ama bugünkünden farkı gerçekten bu Türk hanları, hanımları, şehzadeler çok iyi eğitim alıyorlardı. Onlar güzelliklerden istifade edip mutlaka edebiyat öğreniyorlardı. Edebiyatı manzum, Türk manzum bir şekilde düşüncesini ifade etmeyi sever. Felsefeyi bile işte Kutat Kubilik'te olduğu gibi manzum ifade eder. Bu onun bir öğretim aracıdır da aynı zamanda herkese o ritimle, müzikaliteyle öğretirdi. Hanlarımız da aynı şeyi yapmıştır. Alişir Nevai'nin işte Hayretül Ebrar'ı pek çok eseri Siracül Müslimini gerek dini olsun gerek devlet yönetimiyle alakalı eserleri olsun manzum kaleme almıştır ve kulakta kalır bunlar. Bu güzellikler olması ve hemen hepsinin bir divan ortaya koyuşu bugün onlardan bahsedişimizin sebebidir. Bütün o savaşlar evet tarihte birer şu tarihte şu oldu diye bugüne geliyor. Ama Alişir Nevai'nin o da devlet adamıydı. Muhtemelen vezarette pek çok kişiyle ilgilendi, pek çok şey yaptı. Ama yazdıkları hem kendisi çok hoşuma gidiyor benim ara ara tekrarlıyorum. Mecalisün Nefais'te bir zaman sayfasında unutulmasınlar diye eli kalem tutanları kaydetmek ister ve Mecalisün Nefais'i ortaya koyar. Eli kalem tutanların unutulmaması gerektiği düşüncesi hakimdir burada. Nizami Gencevi 1141 3 asır sonra Alişir Nevai 3 asır dile kolay sonra dünyaya geliyor. Onu okuyor, ondan ilham alıyor. Ortak motifler var. Nizami Gencevi yerine göre o söz bahçesinin horozuyum der. Herkese sesini en önce o duyurur. Alişir Nevai bülbülüdür, neva okur. Gu'yu Çevgan'la remiz olarak kullanırlar. İskendername'de farklı şeyler ifade ederler ki o bölümü biraz sonra okumak da isterim. Maalesef ben kalemi çok işlek birisi değilim. Hokant'ta da Nizami ve Alişir Nevai'yi karşılaştırmalı bir çalışma yapıldı. Türkiye'den de Karabük Üniversitesi'nin orada Sait Bek Baltabayevi'nin de katkılarıyla ona hazırlamaya başlamıştım ama tamamlayamadım. Bu güzelliklerin paylaşılması elbette gerçekten çok güzel bir şey ve herhalde ayakta kalış sebebimiz de bunlar. Türkler daima Türk coğrafyasından bahsediyoruz. Onun için Türkler diyorum. Kültür merkezleri
ortaya koymuşlar. Semerkant, Herat Timurlular döneminde kalacak olursak şayet ve gerek Türk coğrafyasından gerekse dünyadan seyyahlar buralara geliyor. Ne yapıyorlar burada diye. Bir Gasparal'ın deyimiyle demin Gasparal'dan da bahis geçti. Dilde, düşüncede, işte birlikle bu ilim talipleri bir arada sanat talipleri Semerkant'ta, Herat'ta bu Baykara meclislerinde bir arada birlikte iş işlediler, birlikte güzellikleri paylaşıp çok güzel eserler ortaya koydular ve bugün biz hala onlarla ayaktayız. Ekmeğimizi onlardan kazanıyoruz, onlarla ilgili çalışmalar yapıyoruz. Çok da güzel çalışmalar var. Mesela ilave etmek isterim, Nizami Gencevi dilinin leksik üslubu da Mehmetova tarafından bahsedilmiş. Muhtemelen sizin bahsettiğiniz kişi M.Ş. Rahimov ilmi redaktörü imiş bu çalışmanın. Nizami üzerine çok çok güzel çalışmalar var. Onda Türkçe, Türk dili, Türklerin o esnek yapısıyla bazen yerini bürokraside Farsilerin olmasıyla Farsçaya bırakmış gibi görünür. Ama konuşmada hiçbir zaman kullanımdan düşmemiştir. Kesintisiz bir şekilde bugüne gelmiştir. Farsça da çok artınca yeniden Türkçe'ye olmuş. Ama Farsça üsluptan her zaman yan yanalar, zenginleştirici unsur olarak yararlanılmıştır. Münşaatta Nevai bunu çok çok ifade ediyor. Dediğim gibi bu kültür merkezleri birlikte iş yapmak, asırların ötesine geçen şeyler, 3 asır arayla Nizami ile Nevai'yi karşılaştırma çalışmamız aynı eserden gerçekten bence çok önemli bir şey. Şaheser işte tam olarak asırların ötesine eseri geçebilen kişiler bunlar. Her ikisi de ses çıkarıp toplumları etkiliyorlar. Bulundukları coğrafyanın da dışına çıkıyorlar. Bizde Türkiye'de, bu bizde kelimesini sevmiyorum. Hepimiz biriz zaten, biziz. Türkiye'de çalışmalarda Nimetullah Bey bizde İskendername'yi Türkiye Türkçesine aktardı. Orada şunu diyor aktarımda: bu yemyeşil gök kubbenin altında beyaz bir horoz var yüce arşın altında. Çalınca o davuluna her sabah tokmağıyla yerdeki horozlar da kanat çırpar, ses verirler ona. İşte o sabahları ilk öten horoz benim diyor Nizami. Her sabah bir başka name okuyan benim. Benim sesimle şehrin bütün kuşları hep birden işte bu çağın en büyük şairi derler yücelerden. Nizami, aç artık hazinenin kapılarını sen. Gence'de ne zamana dek tutulup kalacaksın sen. Çıkar dışarı artık varsa yakaladığın bir av sen. Akıt artık bir hazine doldurduysan sen. Böyle bir hazineyi kutlu bahtın verir ancak senin bu hazinen dünyayı aydınlatacak. Bana bu sözler Muhakemetül Lugateyn'deki o denizlere dalan dalgıç incileri çıkaran ve söz bahçesinin bekçisi olan Nevai'nin sözlerini hatırlatıyor. Ortak düşünceler eserde, işlerinde güzellikleri ortaya koymaya çalışan işlerinde de aynı bakış açısı var. Umarım bu güzellikler daha çoğalır, içinde yaşadığımız zorluklardan bizi kurtarır, onları nispeten daha azaltır diyeceğim. Hepinize dikkatleriniz için teşekkür ederim. Teşekkür sizden. Biz teşekkür ederiz Sayın Hocam. Değerli araştırmalarınızı, fikirlerinizi, yorgun olmanıza rağmen bizlerle paylaştığınız için değerli minnettarlığımızı bildirip var olasınız. Çok sağ olun. Sağ olun. Sağ olun. Son olarak sözü Cədid qəzetinin şöbə müdürü Şəhriyar Şəfqət bəyə vermək istəyirəm.
Avvalambor barchangizga assalomu alaykum deyman. Mana shu konferensiyani tashkil etgan barchaga, xususan Anar Rizayevga, elchi janoblariga, aziz va muhtaram ustozim Azizulloh Aralga va Shuhrat Sirojiddinov, akademik Shuhrat Sirojiddinovga alohida salomlarim. Va boshida aytganimdek, mana shu Alisher Navoiy, Zahiriddin Muhammad Bobur kabi buyuk bobolarimizni ziyorat qilishimga juda katta ilhom bergan ustozimiz Almaz Ulvi Binnatovaga alohida salomlarim bo'lsin. Biz u kishi bilan Ozarbayjonda, Baku shahrida birinchi marta ko'rishganmiz va mana shu safarim avvalo Ozarbayjondan boshlandi desam to'g'ri bo'ladi. Meni buyuk ustozlarni ziyorat qilish ishqiga mubtalo qilgan barcha ustozlarimga katta rahmat aytaman. Men birinchi marta borib Ganja shahriga bordim va u joyda Nizomiy Ganjaviyni ziyorat qildim, Hamsa yozgan yirik shoirni, va undan keyin Alisher Navoiyni ziyorat qildim. Ana undan keyin u kishini ustozlarini ziyorat qildim. Xullas, ayni paytda men 3 nafar buyuk hamsanavislarni ziyorat qilish baxtiga muyassar bo'ldim. Nasib qilsa, Xusrav Dehlaviyni ham ziyorat qilishga boraman. O'rtada Abdurahmon Jomiy, Alisher Navoiy va Nizomiy Ganjaviylarni ziyorat qilish baxtiga muyassar bo'ldim. Va menimcha ushbu konferensiyada hozir o'sha ziyorat qilishdagi bir holatlar qiziqroq bo'lsa kerak. Men avvalroq u yerda 10 millionga yaqin deyishadi, ba'zi 10 milliondan ortiq deyishadi. Juda ko'p nafar o'zbeklarimiz istiqomat qilayotganini avvaldan eshitib borardim. Xususan ustozimiz Azizulloh Aralni chiqishlarida va maqolalarida, akademik Shuhrat Sirojiddinovning maqolalarida bu haqidagi ma'lumotlarni bilib eshitib borardim va asosan albatta Navoiy hazratlaridan keyin ularni ham ko'rish ishtiyoqida safarga chiqdim. Safar Jadid gazetasi tomonidan moliyalashtirildi. Men shu ustozimiz Almaz Ulvi Binnatova bilan suhbatdan keyin sentyabr oyida edi, taxminan 3 oy 4 oy davomida bu safarga tayyorgarlik ko'rdim. Albatta birinchi navbatda ustozlarni yozgan maqolalari, kitoblar, Alisher Navoiylarni maqolalar haqida yozilgan maqolalar va kitoblarni o'qishga harakat qildim. Va shundan keyin aytdim, 30 yanvar kuni men Hayraton ko'prigidan o'tdim va meni 10 million chog'lik o'zbeklarimiz kutib oldi. Birinchi safarimiz Mozor Sharifda bo'ldi, keyin Robiya Balxiyni ziyorat qildik. Undan keyin Jaloliddin Rumiy deb o'rganganmiz. Jaloliddin Balxiyni otalari qurgan katta bir xonaqoni ziyorat qildim. Uni xalqaro Turkiya tashkilotlari alohida ta'mirlashgan ekan. Va undan keyin Hazrat Alisher Navoiyni ziyorat qilgani Hirotga bordim. Hirotda men 7 kun, 7 kecha, 7 kunduz qoldim va Hazratimizni 7 marta ziyorat qildim. Bu ham u kishini Bahrom va Dilorom dostonidagi o'sha Bahromni 7 kecha bir 7 xil qasrda qolganini bir ramziy ifodasi o'laroq. Va o'shanda bir malika Shahrisabzdan keladi deyilgan va yashil libosda keladi deyilgandi va o'shalargacha harakat qilib to'g'rilashga harakat qildim. Men o'zim Shahrisabzda tug'ilganman, shuning uchun o'sha dostonda aytilgan kunlarda alohida e'tibor bilan borishga harakat qildim. Va biz borib Hazrat Alisher Navoiyni ziyorat qildik. U kishini oxirgi manzillarini, mana shu maqbaralarini supurib, qabr toshlarini, changlarini artish nasib qildi va O'zbekiston hukumati tomonidan va shuningdek Afg'onistonlik o'zbeklar tomonidan 2000 to'p ko'chat ekilgan edi va o'sha 2000 to'pni yana bir to'pga ko'paytirish
yana bir ko'chat ekish baxtiga muyassar bo'ldim va yana undan keyin men Hirotdan ketayotgandim. Hirotda men o'yladimki, endi bu ko'chatni kim sug'orarkan, kim suv qo'yarkan bu ko'chatga deb rosa qayg'urdim. Va o'sha paytda yomg'ir yog'di, tinimsiz yomg'ir yog'di va o'sha ko'chatni tagi ko'lmak bo'lib qoldi yomg'irdan. Bu ham bir Hazratimizni bir xosiyatlari deb qabul qildim. Va shundan keyin Zahiriddin Muhammad Boburni ziyorat qilgani Kobulga bordim. Bu yerga borganimda bu yerda ko'chat ekkanimdan xabardor bo'lgan o'zbeklarimiz, juda ko'p afg'onistonlik o'zbeklar qo'llarida ko'chatlar bilan, daraxtlar bilan, og'ochlar bilan chiqishdi va bog'i Boburga biz juda ko'pchilik bo'lib ko'plab ko'chatlar ekish baxtiga muyassar bo'ldik. Zahiriddin Muhammad Boburni ziyorat qildim. Ana undan keyin men Abroyxon Beruniyni ziyorat qilgani G'azna shahriga bordim va G'aznada u kishini ziyorat qilib, Mahmud G'aznaviyni ham ziyorat qilib, ana undan keyin o'zbeklar nihoyatda ko'p yashaydigan shimoliy viloyatlarga bordim. Janubiy Turkiston hududlarini qadam-ba-qadam kezib chiqdim. Anxoyga bordim. Juda katta tadbir bo'ldi. Va Anxoydan keyin safarimizning eng mashaqqatli bo'lgan qismi Boborahim Mashraf hazratlarini ziyorat qilish uchun taxminan 15 soatdan ortiq mashinada yo'l bosdik va har kimni bir holati o'ziga yarasha bo'lar ekan. Men Hazrat Alisher Navoiyga borganimda juda yaxshi bir holatda, yaxshi bir kayfiyatda turdim. Bobur Mirzoni ziyorat qilganda ham bir shohona kayfiyatda edim. Va safarimning eng so'ngida Mashraf boboni ziyorat qilganda meni bir tashqi holatim bir sufiyona holatga, darvishona bir holatga kelib qolgandi. Borganimizda mana ro'za Ramazon oyi endi boshlangan edi. O'shanda aytishdiki, mana bu Ramazon oyining birinchi kuni, mana bu Kobuli palov deyishdi va buni sizga Mashraf bobo tortiq etyapti deydi. Mashraf bobo sizga osh beryaptilar deyishdi va kechqurun Mashraf boboni ziyorat qilib, ertasi tong otmasdanoq yana O'zbekistonga qaytib keldim. Umumiy holatda 20 kun davomida Afg'onistonni kezdim. Bu yerdagi o'zbeklar bilan, Navoiyshunoslar bilan, Boburshunoslar bilan, adabiyotsevar insonlar bilan, katta bir ustozlar bilan suhbatlar bo'ldi. Va bundan o'zimni baxtli his qilaman. Rahmat. Güzel. Juda yaxshi. Güzel. Salomat bo'ling. Güzel. Çox təşəkkür edirik Şəhriyar bəy. Salomat bo'ling, rahmat. Şəhriyar bəy Əfqanistanda olanda Bakıda 4 fevralda biz Əlişir Navainin konferansını keçirdik. Çok büyük bir tören idi. Özbekistan'dan xeyli mehmanlarımız gəlmişdi və Özbekistan'ın Azərbaycandakı elçixanası ilə bir yerdə keçirdik. Və mən səhər tezdən konferansa getmək üçün evdən çıxdım. Evdən çıxan kimi həmin gündə qar yağırdı Bakıda. İlk qar yağırdı. Və mən bayram çıxan kimi külək məni götürdü, apardı, getdi. Bir xeyli apardı, sonra da çırpdı yerə. Və mən belə deyim ki, özümdə olmadım. Təxminən bir 25 gün elə yataq rejimində oldum. Həmin ərəfədə Şəhriyar bəylə heç ara tərpənə bilmirdim ağrıdan və Şəhriyarla bütün Əfqanistanı gəzdim, dolandım. Bu Herata, bu Məzar Şərifə, bu Lütfünün qəbri, bu Məşrəbin qəbri. Yəni gəzdim. Ona görə o nostalji hissləri təzədən mənə yaşatdığına görə Şəhriyar, sənə ayrıca təşəkkür edirəm. Və çox şadam ki, bizim gençliğimiz öz dünənini bu qədər məhəbbətlə sevdi, bu qədər gəzdi. İndi deyirsən ki, 11 saat yol getdim. İndiki gençler bizim qədər səbirli deyil, amma siz bizdən də ötə səbirlisiniz. Getdiniz, gəzdiniz, gördünüz və bunları mən çox istəyirəm ki, öz tələbələrinizin qarşısında da deyəsiniz. Yəni bunlar çox gözəl bir hisslərdir. Mən sizi təbrik edirəm. Bayaq dediyim kimi, sizlə bərabər bir ömür yaşamısınız o 20 gündə. Elə siz, mən yıxıldım, siz gəldiniz, mən qalxdım ayağa. Belə.
Selamat Sağ bo'ling. olun. Güzel səfərlərdə olasan. Çox sevindim, çox şad oldum. Və Amin. gözəl bir səfər. Azullah bəyin Amin. yurdunu gedib görmüsünüz, vətənini görmüsünüz. Çərçəməng. Ya, yaxşı. Evet. Selamat bo'ling. Səfər bəy. Səfərləriniz daim olsun. Dolu dolu keçsin inşallah. Hocalarımız baş dediği kimi nəsib olsun. İnşallah bizlər də o yerlərə ziyarət edək, səfər edək inşallah. Amin. Selamat bo'ling. Rahmat. Və son olaraq istərdim bizim Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsi rəqəmsallaşma və süni intellekt şöbəsinin rəhbəri Fərhad Mirzə tərəfindən hazırlanan Nizami Gəncəvi və Əlişinova ilə bağlı süni intellekt hazırlanmış bir video var. Günümüzdə süni intellekt videoları çox görürük. Bir çoxları mənfi aspekt olur. Amma düşünən Fərhad bəy kimi bu sahənin mütəxəssisləri bizim bu aydınlarımızı bir növ bizim alimlərimiz danışır, biz təsəvvür edirik. Görsel olaraq da onların bu videoları hazırlamağı çox məmnun edir bizləri. Hocalarımızın izni ilə də 4 dəqiqəlik videodur. Onu təqdim edim. Daha sonra konferansımızı yekunlaşdıraq. Hocalarımızın zamanına çox almayaq. Mən Nizami Gəncəvi, söz yolunun yolçusu, hikmətin xidmətçisi. Mən şeiri yalnız qafiyə üçün yazmadım. Mən misranı bəzək üçün deyil, bilik üçün yaratdım. Çünki insanı ucaldan taxt deyil, insanı ucaldan elmdir. Elm bir çıraqdır. O çıraq yanmasa insan qaranlıqda yol azar. Zənginlik keçər, qüdrət solur, amma bilik əbədidir. Dünyanın xəzinəsi qızıl deyil, dünyanın xəzinəsi ağıldır. Ağıl olmayan yerdə ədalət olmaz, ədalət olmayan yerdə insanlıq olmaz. Xəmsən 5 xəzinə. Amma o xəzinələrin ən qiymətlisi qılıncın gücü deyil, fikrin gücüdür. İskəndər namədə söylədim. İskəndər dünyanı fəth etdi. Amma mən ona öyrətdim ki, dünyanı almaq asandır, özünü tanımaq çətindir. Amma mənim sözüm təkcə hökümdarlar üçün deyildi. Mən insan qəlbinin hökümdarlığını da yazdım. Leyli və Məcnunda göstərdim. Eşq bir oyun deyil. Eşq insanı özündən keçirən bir yanğıdır. Məcnun çöllərdə dolaşmadı yalnız, o öz ruhunun sonsuzluğunda itdi. Çünki həqiqi sevda insanı dünyadan ayırıb həqiqətə bağlayar. Xosrov və Şirində söylədim. Sevgi yalnız gözəllik deyil, sevgi sədaqət və fədakarlıqdır. Hər tac sahibi hökümdar olmaz, hər ürək sahibi insan olmaz. İnsan olmaq sevgidə də, ədalətdə də ucalmaq. 7 gözəl də mən dedim. İnsan bir rəngdən ibarət deyil, ruhun içində 7 aləm var. Hər gözəl bir sirdir, hər hekayə bir dərsdir. İnsan özünü tanımasa, dünyanı da anlaya bilməz. Xosrovda hökm var. Leylidə yanğı var. 7 gözəldə hikmət var. Amma hamısının kökündə bir həqiqət dayanır. İnsan elm ilə kamilləşər. Elm insanı göylərə qaldırar, cəhalət isə onu torpağa bastırar. Cəhalət zülmün qapısını açar, bilik isə azadlığın yolunu. Ey insan, sən kitabdan üz çevirmə, sözün nuru elm ilə doğular. Mən Nizami, Gəncə torpağında doğuldum, amma sözümü bütün aləmə verdim. Vəsiyyətim budur. Elm öyrən, ağlını uca tut. Çünki insanı insan edən nə maldır, nə taxt, insanı insan edən bilikdir. Dinlədiyiniz üçün təşəkkür edirəm. Nurunuz elm olsun, yolunuz hikmət. Ey keləcək zaman ahli, ey ilm və hikmət izləvçilər, sözüm sizə o'tmishdan yetib kelur, ammo niyatim keləcəgingiz uchundur. Bilgin ki, insonni ulug' qilur narsa, na boylik, na mansabdir. Insonni kamolga yetkazur, ini bezar esa ahub va adolatdir. Men so'zga ishondim, chunki so'z aqlning ko'zgusidir. Ilmsiz so'z ojiz bo'lur, axloqsiz ilm esa balodur. Xalqim tilida bitdim va isbot qildimki, hikmat yolg'iz bir tilga mahkum emas. İki til muhokamasida turkiy tilning qudratini ko'rsatdim. U fikr va ma'no ifodasida hech bir tildan kam emasdir. Hamsamda insonni tasvirladim, muhabbatda sadaqatli, aql oldi kamtar,
hokimiyatda esa adolatli bo'lishni. She'rni faqat ko'ngil uchun emas, tafakkur va ma'rifat uchun yozdim. Qalbini ham, jamiyatni ham ravshan qilur. Ey kelajak odami, 8 ilm yo'lidan chekinmas. Tilni asra, chala, bilimni ulug'la, adolatni esa hayoting mezoni qil. Agar bu so'zlar bugun ham senga yetgan bo'lsa, demak Ahmad zamonga bo'ysunmas, bu yaşar. Kısa isterdim Ferhat Bey'e de söz verin. Daha sonra hocalarımızdan son sözler Allah konferansı yekunlaştıralım. Ferhat Bey buyurun. Salam aleyküm. Hər birinizi salamlayıram. Dəyər verdiyiniz üçün minnətdaram. Süni intellekt gündəmdir. İndi necə alınıb, nətər alınıbdır, sizin öhdənizə buraxıram. Buradan hər birinizə bu oruçluqda inandırım problemlərin kökündə insanın ruhu dincəldi sizə dinləməklə və bizə elə bil ki, sizin danışıqlarınız bir ilham verdi. Almaz xanımı biz tanıyırıq, neçə illər bir yerdə çalışırıq, gəlir, gedir Gəncəyə. Şöhrət müəllimlə onu kimi, digərləriniz də hər birinizi Gəncədə gözləyirik. Qapılarımız açıqdır, elm yolunda nə desəz, sizin qulluğunuzda hazırıq. Gəncə haqqında bu dəyərli Nizami Gəncəvi və ya Gəncə haqqında dediyiniz sözlər üçün də hər birinizə ayrılıqda təşəkkür edirəm. Minnətdaram sizə hər birinizə. Siz sağ olun Ferhat Bey. Hem zəhmət çəkib bu videoları hazırladığınız için hem konferansımızda iştirak ettiğiniz için minnətdarım. Var Sağ olun, olasın. çox sağ olun, çox sağ olun. Ve isterdim hocalarımızdan bu konferansla bağlı son sözlerini alaq. Daha sonra konferansımızı yekunlaşdıraq. Sözü Azizullah hocamıza verin. Buyurun Azizullah hocam. Bu konferansla bağlı son sözlerinizi alaq. Çok sağ olun. Çok iyi bir konferans oldu. İlmi, manalı bir konferans oldu. Ben de buna katılanımdan çok memnun oldum. Ben zaten kendimi hem Özbek hem Azerbaycanlı hem Türk kendimi hesaplıyorum. Çünkü ben Bakü'de hem okudum. Bakü'de Sovyet zamanında orada ben talebe oldum. Orada nerede okudum? Asi'de okumuşsunuz. Azi Niftikim'de okudum. Evet, Azi Evet. Niftikim'de okudum. Ama çok okumadım. Bir sene okudum orada. Bir yıl orada okudum. O sebepten Elmas Müəllim söylediler. İlmi Kengeş bu kitabı nasıl biz bunu Azizler Aral'ın ne alakası var bize bu ilmi kengeşe diyen zamanda ben orada olsam ben cevap verirdim. Ben çünkü Dedim hocam onu da dedim. Dedim başka sözü. Dedim. Öyle. Ben size başarılar diliyorum Enver Bey. Bundan sonra da böyle güzel, böyle manalı, böyle değilik bizim maneviyatımızı çok zengin etadigan böyle konferanslarını teşkil etse size başarılar dilerim. Çok sağ olun. Burada katnaşkan hep hocalarımga, hep hanım cenablarga hepsiye minnettarçılık ve saygılarımı yolluyorum. Çok Çok sağ memnun olun. oldum. Çok sağ olun. Var olasınız. Sağ olun. Siz de sağ olun. Buyurun Almaz hocam. Səsiniz Ona göre izleyiciniz çok ki, ona göre izleyicinin çok ki, mövzu özü güzel mövzudur. Mövzu özü bir məktəbdir. Sanki bir parta arkasında oturduk dinlədik. Və belə konferansların bir özelliği de ondadır ki, yani yaxşı mənada çoxdan görmədiyimiz, səsini duymadığımız dostlarla görüşürük, bir arada oluruq. Bir də hal əhval tuturuq, nə var, nə yox. Səsimizi dinləyirik, bir elmləri ilə, yeni elmləri ilə tanış oluruq. Və bütün bunları da təşkil etdiyimizə görə Cəmaləddin hocama xüsusi təşəkkürümü bildirirəm. Amma sənin bu yüksək təşkilatçılığında belə
sözə düzə gələhəsi deyil, yəni o qədər gözəldir. Və Cəmaləddin hocam artıq neçə illərdir belə tədbirlər təşkil eləyir. Və burada da yenə də böyük bir vətənpərvərlik, böyük bir milli dəyərlər ortaya qoyur. Çünki hər dəfə yeni bir mövzu və o mövzularda belə deyim ki, belə böyük də çıxmasın, elə bəşəri kontekstdə mövzular olur. Yəni bugün nizamiyyələrə, nəvailərin düşüncələrinə o qədər dünyamızın ehtiyacı var ki, və siz də bizlər üçün Nəvainin bir gözəl bir məclisini, nəfslər məclisini açırsınız, gözəl fikirlər məclisini açırsınız və bizi də o süfrəyə qonaq eləyirsiniz. Bu qədər. Çox təşəkkür edirəm. Əzullah bəy ayrıca təşəkkürümü bildirirəm ki, gördüm. Tanju mənim əziz bacım, gözəl bacım, çox uca olsun. Şəhriyar bəy gördüm. Şəhriyar bəy sağ olun. Çox belə məmnun oldum. Bizim o balaca cədid qızımıza salam deyərsən. Salam deyərsən. Yəqin ki, yanındadılar, eşidirlərsə də hamısının əllərindən öpürəm. Fərhad bəy də Gəncənin qoçusudur da, nə deyim? Akademiyasında yazır, yaradır. Gözəl işlər görür. Demək olar ki, gerçəkdən çox böyük işlər görür. Hazırki gəncliyin bacara biləcəyi ən gözəl işlərdir və yetər ki, o gözəl işləri gözəl düşüncələrə sərf edəsən və Fərhad bəydə də o intellekt var. Bu göstərdiyiniz filmi, nə deyilsə onu bilmirəm, o adı nədir? O filmin də filmə görə də ayrıca təbrik edirəm. Sağ olun. Bu kadar. Çok sağ olun. Var olasın. Almas hocama ben de teşekkür ederim. Zaten söyledim, ev sahibisiniz artık. Her zaman şerefle sizleri izliyoruz. Tanıdığım zamandan beri her zaman baş tacısınız. Çok teşekkürler. Ayrıca Hüseyin hocama, Şöhret hocama, Azullah hocama, Ali Muhtar hocama, Abucan hocama çok teşekkürler. Hepinize teşekkür ederim. Buyurun hocam. Cemalettin hocam, sizinle birlikte Tanju hocamız da yetişti. Ankara'daydı. Geldiği bir saat bile değildi. Gelir gelmez programa dahil oldu. Tanju hocam hoş geldiniz. Hoş Buyurun bulduk. Tanju Çok hocam. teşekkürler. Bunlar Evet. dervişlerdi da, elim dervişleridir. Hakikaten. Evet, dostları görmek nasıl diyorsunuz? Almas hocam Azerbaycan diliyle dinçeldim. Evet. Bu şekilde tam dedikleri gibi dost bana nazar kıldı, taze civan oldum. Hepinizin gözlerinde ilim dolu bakışlarla dinçleştik, yeni ilhamlar aldık. Umarım daha da güzel çalışacağız. Genç Anar hocamız diyeceğim, talibimiz diyeceğim. Gerçekten çok kıymetli. Balayında tutup bahsettiği için söylüyorum. İstanbul'a bana geldiğinde balayındaydı. Daha 3 günlük evliydi. 3 günlük evli birinin tutup üniversitede bir hoca ziyaretine gitmesi, eşini de alıp, çok da değerli, zarif bir eşi var bu arada. Umarım ömür boyu mutlu olurlar. Yolları hep açık olsun, ayaklarını taş incitmesin. İlimle bu şekilde bizi bir araya getiriyor. Çok teşekkür ederim. Hepinize hayırlı akşamlar dilerim. Çok teşekkürler. Hayırlı akşamlar. Sağ olun. Ben teşekkür ederim hocam o zamanınızı ayırdığınız için, o değerli sohbetiniz için. Hakikaten yani o bizim için ömürlü bir hatıra oldu. Bu eserinizi ise artık bilmem kaçıncı kez gösteririm. Bu ise bizim için ayrı bir değer oldu. Var olasınız hocam. Çok sağ olun. Siz var olun. İndi isə Şəhriyar bəy, Şəhriyar bəy haqqında qısaca Cemalettin hocamıza bəhs edəsiniz. Onun belə deyim, qəhrəmanlığından deyim. Şəhriyar bəy Özbəkistanda hazırda nüfuzlu bir cədid qəzeti var. O qəzetin mühabiridir, orada bölüm başkanıdır. Amma ən əsası o ki, əlində bir qələm var. Mən özüm 31 il dövlət qəzetəsində çalışmışam və o qəzetədə hansı vəzifəni tutmağından asılı olmur. Əsas odur ki, əlində qələmi var. Qalan şeylər, o vəzifə zat biraz maaşa təsir eləyir deyə o məndə. Doğru mu Şəhriyar? Və Şəhriyar həm də gözəl şairdir. Onun eşi də çox gözəl şairdir.
Və bir dənə də Maşallah. qızları var. Bir Cədid qızıdır. Adına Cədid qızı deyirlər. Çünki Cədid qəzetində böyüyür. Ev üzü Allah görmür. başlasın. Valideynlərlə bir yerdə qəzetə gedib gəlir. Və istedadlıdır. Və biz Bakıda da görüşdük. Oktyabr ayında da Daşkənddə görüşdük və bunlar mənlə söhbət eləmək istəyir. Mən yenə gəlirəm Nəvaya. Hardan söhbət edirlər, yenə də dönürəm Nəvaya. Və beləcə Nəvayını o qədər məhəbbətlə anlatırmışam ki, və Şəhriyar məndən sonra düşünüb ki, yox, mən özüm gərək bir gedim oraları öz gözümlə görüm. Və sonra mənə yazdı ki, gedirəm, çox sevindim və mən Şəhriyara xahiş elədim ki, Nəvayının məqbərəsinə girəndə mənə görüntülü danış, telefon aç, mən özüm gözümlə Çok görüm. güzel. Çünki son hadisələrdən qorxmuşum ki, bəlkə oralara xətər toxundurublar. Şəhriyar mənə telefon açanda mən çox ağır bir sistem altındaydım. Yəni telefon tutmaq imkanım da yox idi və mən Şəhriyara yazdım ki, əsas gördüm ki, sağ-salamatçılıqdır, görüşərik. Və Şəhriyarla bərabər bayaq dediyim kimi Heratı, Məzar-ı Şərifi, sonra Kabulu, Şəhriyar indi bax Babur bağına da ged, Babur Kərvansarayına da ged, Babur məscidinə də ged. Babur bağını bax başının ayağa qədər gəzir. Orada əskərliyi var, oranı da gör. Sonra İskəndər qalasına ged. Orada Nəvayinin musiqi şeir deməli məclisi apardığı otaq var. Orada ged. Həyətində falan şeylər var. Ged. Onun həyətində bir Kəbə göyü kimi atmosfer boşluğu var. Orada Allaha dua elə yine. Ne bileyim, belə deyim ki, qarış-qarış onunla bərabər gəzdim oraları və çox məmnun qaldım. Çox Şəhriyar, Allah səni qorusun, Allah bədnəzərdən qorusun. Amin. Var hocam, Şəhriyar belə bir igid oğlandı. İndi biz danışdıqca mən bilirəm, Əzrullah bəyin ürəyi döyünür. Çünki onun vətənidir, onun eli obasıdır. Və o da sevinir ki, biz onun elindən obasından necə məhəbbətlə danışırıq. Hocam, biz özümüzü de oranın vətəndaşı hesab edirik. Elbette, Allah razı elbette. olsun. Böyle genç bir hocamızın varlığı Allah'ın izniyle sağlıklı, hayırlı uzun ömürler dilerim. Hep var olsun inşallah. Şehriyar Bey, Amin. memnun oldum. Amin. Men Ozarbayjonda juda ko'p shaharlarda bo'ldim. Shushada bo'ldim, Lochinda bo'ldim, Okey. Ganjada bo'ldim va Askaron qal'asida bo'ldim. Juda ko'p, bir 7-8 dan ko'proq shaharlarda bo'ldim. Shakiyda bo'ldim va juda ko'p shaharlarni kezdim va Ozarbayjonda hech bir vaqt men begona bir yurtda yuribman degan bir xayolimdan o'tmadi. Men o'z qardoshlarim bilan birga sarbast kezdim va xuddi shuningdek Afg'onistonda ham o'zbeklarimiz bilan birgalikda Siz kezdik. Afganistan'da mı kalıyorsunuz? Afg'onistonga ham bordim. Afg'onistonda 9 ta shahariga bordim. 3000 kilometrdan oshiq masofani mashinada bosib o'tdim. Va 3 marta, 4 marta o'sha shaharlararo uchoqda bo'ldim. Va men faxr bilan aytishim kerak, Alisher Navoiyni ziyorat qilish uchun 3 dafa hibsda qoldim. Süper. 3 dafa meni tutdilar, olib bordilar, so'roq etdilar, sen nima qilasan bu yerda dedilar. Men aytdim, aytdilarki, sen Afg'oniston tuproqlariga kirishing uchun Afg'onistonda seni bir qardoshing bo'lishi lozimdir deyishdi. Men aytdim, Afg'onistonda 10 nafar qardoshim bordir. Biri Navoiydir, biri Boburdir, biri Lutfiydir, biri Husayn Bayqarodir, biri Mashrabdir. Doğru. 10 dafa. Va bundan tashqari meni 10 million qardoshlarim bordir, 10 milliondan ortiq o'zbeklarim bordir dedim. Keyin menga ruxsat berdilar, ijozat berdilar Afg'onistonga kirmaya. Va so'ng kirdim va juda ko'p har qanaqa mashaqqat bo'lsa, har qanaqa sovuq va ochlik bo'lsin, men hammasiga chidadim. Meni hammasida bitta narsa bobolarimni ziyorat etmoq, bobolarni yotgan so'nggi manzillarini ko'rmoq juda katta bir shavq berdiki, hech narsa meni kayfiyatimni buza olmadi. Qamoq ham men o'yladimki, aytdilar, Afg'onistonga borsang o'lajaksan dedilar. Afg'onistonga borsang zamonki o'lajaksan dedilar.
Men bu qanday faxrdir dedimki, men bundan keyin Alloh menga berarki 50 yil, 60 yil umr berar. Ammo u 50-60 yil umr Navoiyni bir daf'a ziyorat etmagan bo'lsa menga lazım değil dedim. Menga lazım emas Navoiyni ziyorat etmagan umr, bu sharafsiz bir umrdir dedim. Ammo meni Mozor Sharifda, Balxda yana bir qo'lga oldilar, hibsga oldilar, hibsga. Askarlar olib ketdi. Men o'yladimki, Navoiyni ziyorat etmadim-ku hali. Hali bu yoz Nazim Hikmat aytadi. Bu yoz kechasida o'lmaya ne var deydi. Hali Navoiyni ziyorat etmasdan o'lishga nima bor dedim va Xudoga shukr, Tangriga shukrlar bo'lsinki, Navoiyni 7 bor ziyorat qilish baxtiga muyassar bo'ldim va undan keyin hech zamon o'lishni istamayman. Hech zaman o'lgim kelmayapti, chunki bu haqida ko'pchilikka aytib berishim kerak. Ko'pchilikka men Navoiyni ziyorat qilganman deb faxr etishim uchun uzoq yashashim kerak deb o'zimga o'zim so'z berdim. Va bu safar davomida menga pirlik qilgan va menga yo'lboshchilik qilgan ustozimiz professor Almas Ulvi Binnatovaga juda ko'p tashakkur aytaman. U kishi meni yo'naltirib turdilar. U kishini balki duolari bilan, oq fotihalari bilan, duolari bilan sog' omon yana O'zbekistonga qaytgandirman. U kishi har daqiqa meni o'zlari yo'naltirib, maslahatlar berib, duo qilganlari uchun mana shu muvaffaqiyat. İzniniz olsa ben Cemalettin. Hocam Almas muallime bir minnettarchilik, o'zimning rahmatlarimni, sayg'alarimni, sevgilarimni söylemek istiyorum. Çünkü bu kişi benim Afganistan'da Navoiyshunoslik kitabımda tercüme etmiş. Ben çok güvendim çünkü Almas muallim kendisi Hirat'a barıp Navoiyni ziyaret eden, kendisi Kabul'e barıp Babur'ni ziyaret eden bir şahs sıfatida bir danışmand, bir alim sıfatida bu kitabını çok bir iyi şekilde tercüme etenliğine inanıyorum. Çünkü eğer diğer bir şahs bunu tercüme etende belki özü görmeyen şeylerini orada bu iyi aks ettirebilmemiş bulardı. Onun için ben Almas muallime şiirden özümni, saygılarımı, sevgilerimi, minnettarchiliklarımı bildiriyorum. Eliniz dert görmesin, sağ olun, elinize sağlık. Her daim şunaqa deyli kulüp yaşab yürün. Sağ olun hocam. Ben size minnettarım ki bana etibar elədiniz o kitabınızı. Çok sağ olun. Almaz hocam, burada Azizullah hocamın demek istediği tercümeyi herkes yapabilir. Ama siz o ruhu yansıtmışsınız. Ben öyle anladım. Onun için yürekten teşekkürler. Evet, teşekkür ederim. Var olun. Həmişə sağ salamat olun. Həmişə gözəl əsərlər ortaya qoyun. Biz də belə şeylərdən zövq alırıq. Bizi yaşadan belə şeyləri, doğru mu Tanju hocam? Evet. Olmaz mı? Böyle zenginiz biz. Evet. Sağ olun Əzullah hocam. Minnətdaram. Çok sağ olun. Siz de sağ olun. Mənə şərəf vermişsiniz. İnşallah aprel ayının 7-si 11-i məni ora dəvət ediblər. Deməli İslam mərkəzi yeni açıblar. O zaman inşallah bu kitabı gətirərəm. Orada yüksək səviyyədə bir təqdimatını eləyərik. Harada deysəniz. Bəlkə də elə İslam Sivilizasiya Mərkəzində edərik. İndi baxarıq inşallah. Tamam. İnşallah. Sağ olun. Çok sağ olun. Çok sağ olun. Bekliyoruz. İnşallah. Ve bizim her konferansımızın sonunda katılımcıların sertifika alması için bir anahtar kelime söylüyoruz. Ve bu konferansın anahtar kelimesini Tanju Hoca'dan söylemeye rica edeceğim. Hemen rica ederim. Söz hazinesi. Açar sözümüz söz hazinesi. Bununla da daha bir konferansımızın sonuna geldik. Bu vaxta qədər qalan bütün izləyicilərimizə təşəkkür edirik. Növbəti konferanslarda görüşmək ümidi. Sağ olun, gecəniz xeyrə qalsın. Allah'a emanet olun. Hayırlı geceler. Emanet olun.